Salam şagirdlər, mən Allahverdi və Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni biologiya dərsindən növbəti bir bölmənin, yəni ilk mövzusu olan, yəni qan dövranı sistemi bölməsinin, deməli heyvanlarda qan dövranı mövzusunun izahını paylaşacağam. Deməli, qan dövranı sistemi nədir? Ümumiyyətlə, qan canlılara niyə lazımdır? Qan, deməli, orqanlara və toxumalara qida maddələri və oksigen daşıyır. Orqanlara, toxumalara qida maddəsi və oksigen daşımalıdır ki, yəni bunlar da öz funksiyalarını yerinə yetirə bilsinlər. Qan bu funksiyanı yerinə yetirir. Deməli, deyirik ki, müxtəlif canlıların qan dövranı sistemi onların quruluşuna və həyat tərzinə uyğun olur. Orqanlardan olan bəzi məsələn, insanlarda qan damar sistemi qapalıdır, amma qan damar sistemi açıq olan və qapalı olan nümayəndələr var ki, məsələn, insanlarda qapalı qan damar sistemidir. Sonra, məsələn, onurğalılarda qapalı qan damar sistemidir. Sonra buğma ayıqlarda, mollyuskuların bəzi nümayəndələrində açıq qan damar sistemidir. Qapalı və açıq qan damar sisteminin funksiyaları, belə deyək də, quruluşları nədən ibarətdir, nə fərqi var? Bunlardan danışacağıq. İndi bəzi qeydləri buradan qeyd edək, ondan sonra keçək qan dövranı haqqında ətraflı məlumat əldə etməyə. Deməli, qanın rəngi qırmızı rəngdə olur adətən, amma bütün canlılarda qan qırmızı rəngdədir, bunu deyə bilmərik. Əgər qanda dəmir adlı pigment varsa, yəni belə deyək də, dəmir varsa ki, o da hemoqlobin pigmentinin sayəsində olur, hemoqlobin tərkibində olur və ona görə də bu tip canlılarda qan qırmızı qan adlanır. Amma bəzilərində var ki, məsələn, mavi, yaşıl, çəhrayı, sarımtıl rəngdə qanı olanlar da var. Məsələn, deyirik ki, baş ayaqlı mollyuskularda, məsələn, 8 ayaqlılarda qan mavi rəngdədir. Bu nə ilə əlaqəlidir? Biz dedik ki, qanda məsələn, dəmir varsa, bunlar qırmızı rəngdə olur. Amma və onlarda zülal olaraq hemoqlobin zülalı vardır. Amma məsələn, 8 ayaqlılarda qanı mavi rəngdədir. Buna mavi rəng verən nədir? Onlarda dəmir əvəzinə misdir və bunların da hemoqlobin əvəzinə hemosiyanin adlanır. Və buna görə də onların qanı mavi rəngdə olur. Məsələn, çəhrayı olanlar da var, qarışıq qan dövranı sisteminə qarışıq qana malik olanlarda qan çəhrayı rəngdə olur. Məsələn, sarımtıl rəngdə olan var. Məsələn, açıq qan damar sisteminə malik olanlarda qan hemolimfa adlanır və sarımtıl rəngdə olur. Bunlardan da danışacağıq. Heyvanlarda qan dövranı. Deməli, dedik ki, açıq qan damar sistemi var, qapalı qan damar sistemi var. Baxın, bu açıq qan damar sisteminə aiddir. Sxematik olaraq göstərir. Bu qapalı qan damar sisteminə aiddir. Bunların fərqi nədən ibarətdir? Görürük ki, burada ürəkdən çıxan qan damarlarla hərəkət eləyir, sonra yenidən ürəyə qayıdır. Bu oldu qapalı qan damar sistemi. Amma bu hissədə qan ürəkdən çıxır, ürəkdən damarla çıxır, sonra bədənə tökülür. Ondan sonra bədən boşluğunda olan orqanları oksigen və qida maddələrini təmin etdikdən sonra yenidən damarlar və yaxud da ki, dəliklərlə, xüsusi, məsələn, baxır, bu hansı canlıdır, xüsusi dəliklərlə ürəyə daxil olur. Deməli, qan yalnız damarlarla hərəkət edirsə, qapalı qan damar sistemidir, bədən boşluğuna da tökülürsə, açıq qan damar sistemidir. Deyir ki, qan dövranı sistemi əksər çox hüceyrələr, heyvanlar üçün xarakterikdir, maddələrin daşınmasında iştirak edir, qapalı və açıq qan damar sistemi malik olur. Bunları da qeyd etmiş olduq. Sonra deyirik ki, qapalı qan damar sistemi aiddir həlqəvi qurdlara, baş ayaqlı mollyuskulara və onurğalılara. Bunlar da qapalı qan damar sistemidir. Mollyuskuların hamısında qapalı qan damar sistemi deyil, sadəcə baş ayaqlı mollyuskularda qapalı qan damar sistemidir. Buğum ayıqlarda, qarın ayıqlı mollyuskularda, iki taylı mollyuskularda isə açıq qan damar sistemidir. Açıq qan damar sisteminə malik olan canlılarda bədən boşluğu mayəsi ilə qarışır və mübadilə proseslərini həyata keçirir. Yəni, qida maddələrini və oksigeni verib, karbon qazı və zərərli maddələri alır. Və açıq qan damar qan dövranında qanın hərəkət sürəti qapalı qan dövranı olan canlılara nisbətən biraz zəifdir. Və həşəratların qanı hemolimfa adlanır və açıq sarımtıl rəngdədir, rəngsizdir.
və onlarda qırmızı qan hüceyrələri yoxdur. Ona görə də elə qanları sarımtıl rəngdədir. Bu da belə deyək də, niyə hemolimf adlanır? Çünki qan bədən boşluğu mayeəsi ilə qarışır və sarımtıl rəngdə olur və qan qazlar mübadiləsində iştirak eləmir. Yalnız bu həşəratlar üçün xarakteristik. Deyirik ki, qan qida maddələri və qazları daşımaq funksiyasını yerinə yetirir. Amma eyni zamanda zərərli maddələri də daşıyır. Amma həşəratlarda qan qazlar mübadiləsində iştirak edir. Yəni qan qaz daşımır. Nə oksigen, nə karbon qazı daşımır. Sonra da onurğalı heyvanlarda qan dövranından danışaq. Deməli, biri var bir qan dövranı, biri var iki qan dövranı. Bir qan dövranı, məsələn, balıqlarda bir qan dövranıdır. Amma suda quruda yaşayanlarda ilk dəfə iki qan dövranı əmələ gəlir. Sürünənlər, quşlar, məməlilər, bunlarda iki qan dövranıdır. Bir qan dövranı olan canlılarda, məsələn, balıqlarda qan, bax görürsünüz, burada şəkildə sxematik olaraq göstərilib. Ürəkdən çıxır qarın aortasına. Qarın aortası da bir arteriya damarıdır. Ürəkdən çıxır, görürsünüz, mavi rəngdə, göy rəngdə göstərilib. Göy rəngdədirsə qan, deməli bu venoz qandır. Ürəkdən çıxan venoz qan, yəni karbon qazı zəngin qan qəlsimələrə gəlir. Qəlsimə kapillərlərində mübadilə prosesləri baş verir. Yəni karbon qazı ilə zəngin qan oksigenlə zəngin qana çevrilir və ondan sonra oksigenlə zəngin qan bədənə gedir. Bədəndə bütün belə deyək, kapillərlər şaxələnir. Kapillərlərdə deməli mübadilə prosesləri baş verir, yəni oksigeni verib karbon qazını alır. Ondan sonra isə venoz qan gəlir ürəyə. Bu, belə deyək də, bir qan dövranı olan canlılar üçün xarakterikdir. Ondan sonra iki qan dövranı olan canlılarda, yəni bir qan dövranı olan canlılarda qan ürəkdən bir dəfə keçir. Bir dəfə çıxır, bir dəfə də geri qayıdır. Amma iki qan dövranı olan canlılarda demək, ürəkdən çıxan qan tənəffüs orqanlarında oksigenlə zənginləşib, yenidən ürəyə qayıdır, sonra təzədən bədənə vurulur. Yəni, məsələn, görürsünüz ki, burada ürəkdir, ürəkdən venoz qan çıxır. Yəni, göy rəngdə çıxan qan gedir ağciyərlərə, ağciyərdə kapillərləri şaxələnir, orada damarlar kapillərləri şaxələnir, ağciyər arteriyasından gedir ağciyərə, orada kapillərləri şaxələnir, damarlar və burada mübadilə prosesləri baş verir. Yəni, oksigenlə zəngin, karbon qazla zəngin qan oksigenlə zəngin qana çevrilir. Sonra ağciyər venaları ilə arterial qan ürəyə daxil olur. Biz demişdik ki, vena damarları adətən oksigensiz qanı daşıyır, amma bir istisna ağciyər venaları karbon qazı ilə zəngin, deməli, oksigenlə zəngin qan daşıyır. Vena, belə deyək ki, deyəsən, orada yanlış oldu. Vena damarları karbon qazı ilə zəngin qanı daşıyır, amma ağciyər venası oksigenlə zəngin qanı daşıyır. Ya ürəyə daxil olur, ondan sonra ürəkdən çıxır arteriya damarı, gedir bədənə və bədəndə kapillərlərə şaxələnir. Orada yenə mübadilə prosesləri baş verir. Yəni, karbon qazı ilə zəngin qana çevrilir, yəni oksigeni verir, karbon qazı ilə zəngin qana çevrilir, eyni zamanda qida maddələrini də verir və zərərli maddələri və karbon qazını alır və vena damarları ilə yenidən ürəyə daxil olur. Yəni, gördünüz, dedik ki, ürəkdən bir dəfə çıxdı, getdi ağciyərə, oksigenlə zənginləşdi, bir də ürəyə gəldi, ondan sonra ürəkdən çıxdı, getdi bədənə, sonra bir də ürəyə gəldi. Yəni, ürəyə iki dəfə gəlmiş oldu. Bu da iki qan dövranı olan canlılar üçün xarakterikdir. Sonra, deməli, balıqların qan damar sistemindən danışaq. Deyirik ki, balıqların ürəyi iki kameralıdır. Yəni, bir qulaqçıq, bir mədəcikdən ibarətdir. Qan əvvəlcə ürəyin qulaqçığına, sonra isə mədəciyinə daxil olur. Deyirik ki, qan ürəkdən çıxanda mədəciklərlə çıxır. Ümumiyyətlə, bütün canlılarda belədir. Qan ürəkdən çıxanda mədəciklərlə çıxır, ürəyə gələndə qulaqçıqlara daxil olur. Bu necə yadınıza saxlayırsınız? Tutaq ki, bu bir borudur. Əgər bilirik ki, qulaqçıqlar yuxarıda yerləşir, mədəciklər aşağıda yerləşir. Əgər borunu doldurmaq istəyirsinizsə, təbii ki, yuxarı hissədən dolduracaqsınız. Borunu boşaltmaq istəyirsinizsə, aşağı hissədən boşaldasınız. Deməli, ürəyə daxil olanda qulaqçıqlara daxil olur, ürəkdən çıxanda mədəciklərlə çıxır. Bu, bütün canlılar üçün belədir, yəni ürəyi olan canlılar üçün. Və balıqların qan damar sistemində deyirik ki, qan əvvəlcə ürəyin qulaqçığına, sonra isə mədəciyinə daxil olur. Çünki bədəndən ürəyə gələndə qulaqçığına daxil olur, oradan da mədəciyə keçir. Qarın aortası ürəkdən çıxan qan qəlsimələrə gedir. Qəlsimələrdə oksigenlə zənginləşərək arterial qana çevrilir. Və arterial qan başa və bir də digər orqanlara gedir. Və toxuma və hüceyrədə qazların mübadiləsini getdikdən sonra karbon qazı zəngin venoz qan yenidən ürəyin qulaqçığına gətirir. Sonra yenə mədəciyə oradan da belə bu şəkildə davam edəcək.
Burada da sxematik olaraq göstərilmişdir. Görürsünüz, Venada qan, vena damarı ilə, məsələn, venoz qan gəlir qulaqçığa, oradan tökülür mədəciyə, sonra qarotor aortasından çıxır, gedir qəlb sümüklərinə. Sonra amfibilərdən danışaq. Deməli, deyirik ki, amfibilərin, bir də deyirik ki, balıqların ürəyində bir növ qan olur, yalnız venoz qan olur, bədənində isə 2 növ qan olur, arterial və venoz. Sonra deməli, 2 qan dövranı olanlardan danışırıq. Yəni amfibilərdən danışaq. Amfibilərin ürəyi 3 kameralıdır. 2 qulaqcıq bir mədəcikdən ibarətdir. Yuxarı hissədə qulaqcıqlar, aşağı hissədə mədəcik yerləşir. Bunların ürəyində 3 növ qan olur. Görürsünüz ki, şəkildən də göstərildiyi kimi, deməli, sol qulaqcıqda arterial qan, sağ qulaqcıqda venoz qan, mədəcikdə isə qarışıq qan olur. İndi deyə bilərsiniz ki, axı bu sol qulaqcıq yazılan hissə bizim sağ hissəmizə düşür. Adətən şagirdlər bunu yadınızda saxlayırsınız ki, bu bizdən üzbəüz dayanan bir qurbağanın ürəyidir də, elə bil. Məsələn, mən sizinlə üzbəüz dayanıramsa, sizin sol tərəfiniz mənim sağ tərəfimə düşür, mənim sol tərəfim sizin sağ. Yəni sizin ürəyiniz mənim sağ tərəfimə düşür. Ürəyin, belə deyək də, sol hissəsi mənim sağ tərəfimə düşür bu anlamda. Ona görə də burada ürəkdə həmişə əksinə götürürük. Sol tərəfdə, yəni bizim sol tərəfimizdə o ürəyin sağ hissəsi olduğunu qeyd edirik. Sonra deyirik ki, deməli, dedik, sol qulaqcıqda arterial qan, sağ qulaqcıqda venoz qan, mədəcikdə isə qarışıq qan olur. Və indi bu qanın paylanması necə baş verir? Baxırıq burada. Görürük ki, bənövşəyi rəngdə, yəni çəhrayı rəngdə olan qan bədənə gedir. Yəni mədəcikdən çıxıb bədənə gedir. Sol qulaqcıqda arterial qandır, sağ qulaqcıqda venoz qandır. Deməli, venoz qan gedir ağciyərlərə, qarışıq qan gedir bədənə, arterial qan isə gedir başa. Bu şəkildə qan dövranı tamamlanır. Sonra bədənə gedən qarışıq qan yenidən venoz qan çevirib ürəyin, deməli, sağ qulaqcığına ürəyə daxil olacaq. Oradan da yenidən, başdan da gələndə yenidən sağ qulaqcığa daxil olacaq. Sonra gedəcək mədəciyə, oradan yenə də proseslər yenə davam edəcək. Amma ağciyərdən gələn arterial qan ürəyin sol qulaqcığına daxil olur. Yəni, belə deyək də, ürəkdən çıxan qan gedir ağciyərə, ağciyərdə arterial qan, deməli, venoz qan gedir ağciyərə, oksigenlə zənginləşəndən sonra yenidən ürəyə qayıdır. Ondan sonra gəlir tökülür, indi bu sol qulaqcıqda mədəciyə töküləndə artıq burada qarışıq qan olmuş olur. Ona görə də arterial qan başa, qarışıq qan bədənə, venoz qan isə ağciyərlərə getmiş olur. Və sürünənlərdə, məsələn, kərtənkələrdə, ilanlarda, tısbağalarda ürək 3 kameralıdır. Yəni 2 qulaqcıq bir mədəcikdən ibarətdir. Mədəciklər arasında yarımçıq ara kəsmə olduğu üçün bunlarda da mədəcikdə qan qarışır. Mədəciyin orta hissəsində qarışmış olur. Timsahlarda isə ürəkdə mədəciklər arasında tam ara kəsmə olduğuna görə ürək 4 kameralıdır və onlarda ürəkdən çıxan qan qarışır. Ürəkdən çıxan qanda, yəni bədəndə 2 növ qan olur, amma ürəkdə 2 növ qan olur, bədəndə isə 3 növ qan olur. Ürəkdə arterial və venoz olur timsahda, bədəndə isə arterial və venoz qarışıq olur. Amma digər sürünənlərdə ürəkdə, yəni suda qurda yaşayanlar kimi ürəkdə arterial venoz qarışıq, bədəndə də arterial venoz qarışıq qan olur. Sonra deyirik ki, məsələn, quşlarda burada deməli bunlar elə bunu da bir də üstündən bir də keçək. Deməli, sürünənlərdə görürsünüz ki, sağ aorta qövsü də qeyd olunub, sol aorta qövsü də qeyd olunub, hər iki aorta qövsü olduğu qeyd olunub. Sonra deyirik ki, burada ağciyər arteriyası ağciyərə aparır qanı, oksigen və ürəyin sol qulaqcığında arterial qan, sağ qulaqcığında venoz qan olur, mədəcikdə qarışıq qan olur. Belə deyək, ağciyər arteriyası ilə ürəkdən çıxan qan ağciyərdə oksigen zənginləşdikdən sonra ürəyin deməli sol qulaqcığına daxil olur, sonra mədəciyə daxil olur qarışıq qan və qarışıq qan bədənə keçir və bədəndən də geri qayıdan, yəni qan artıq venoz qan olmuş olur və ürəyin sağ qulaqcığına daxil olur. Bu da sürünənlərin qan damar sistemi. Sonra quşlar və məməlilərdə ürək
4 kameraldır. 2 qulaqcıq, 2 mədəcikdən ibarətdir. Ürəyin sol hissəsində arterial qan. Görürük ki, burada şəkildə də göstərilir. Məsələn, ürəyin sol hissəsində arterial qan, ürəyin sağ hissəsində deməli venoz qan, sol hissəsində arterial qan olur. Və deməli quşlarda da elədir, məməlilərdə də elədir. Bu isə quşların ürəyidir. Bunu hardan bilirik? Məməlilərdə ürəkdən sol aorta qövsü çıxır. Quşlarda sağ aorta qövsü çıxır. Qalan bütün quruluşlar eynidir. Bir dənə fərq bundan ibarətdir. Və ürək 4 kameraldır. Ürəkdə qarışıq qan olmur. Artıq quşlarda və məməlilərdə ürəkdə qarışıq qan olmur. Timsahda da ürəkdə qarışıq qan olmurdu, amma bədəndə olurdu və quşlarda və məməlilərdə isə ürəkdə deməli qarışıq qan olmur, bədəndə də olmur. Və ürəkdən çıxan deyirik ki, yenə də burada da mədəciklərlə ürəkdən çıxır qan, qulaqcıqlara geri qayıdır. Ürəyin deməli sağ mədəciyindən venoz qan gedir ağciyər arteriyası ilə ağciyərə. Ağciyərdə oksigenlə zənginləşmiş qan ürəyin belə deyək də ağciyərin venası ilə ürəyin sol qulaqcığına daxil olur. Sol qulaqcıqdan sol mədəciyə daxil olur. Sol mədəciklə yenə ürəkdən çıxır, qan gedir bədənə oksigenlə zənginləşir. Oksigenlə üzr istəyirəm, orqanları oksigenlə zənginləşdirir və qida maddələrini verir. Ondan sonra venoz qan ürəyin sağ bədəndən qayıdıb ürəyin sağ qulaqcığına daxil olur. Sağ qulaqcıqdan gələn qan sağ mədəciyə daxil olacaq, yenidən gedəcək ağciyər arteriyası ilə oksigenlə zənginləşəcək, geri qayıdacaq. Yəni eyni forma, eyni qan dövranı sistemi, məsələn, məməlilərdə də eynidir. Sadəcə bir dənə fərq var ki, məməlilərdə ürəkdən çıxır, böyük qan dövranı ürəkdən çıxır, deməli, sol aorta qövsü, quşlarda çıxır sağ aorta qövsü. Yəni belə deyək də, məməlilərin böyük qan dövranı, kiçik qan dövranı zamanı belə deyək. Kiçik qan dövranı zamanı ürəyin deməli sağ mədəcindən çıxan qan ağciyər arteriyası, oradan da ağciyər venaları, sonra da ürəyin sol qulaqcığına geri qayıdır və quşlarda da bu şəkildədir. Amma bir dənə sol aorta qövsü, sağ aorta qövsü fərqi var da deyirik. Amma böyük qan dövranı zamanı ürəkdən çıxır sol mədəciklə, belə deyək də, ürəyin sol mədəcik hissəsindən gəlir sol aorta qövsünə, oradan bədənə gedir. Bədəndə karbon qazı ilə zənginləşmiş qan ürəyin sağ qulaqcığına geri qayıdır. Bu qədər. Sonra deməli burada deyir ki, sizcə qan dövran sistemi olmayan bağırsaq boşluqlarda maddələrin daşınması necə baş verir? Bunlarda qida maddələrinin daşınması difuziya ilə, osmos yolu ilə, aktiv daşınma ilə bu şəkildə qida maddələrinin daşınması baş verir. Sonra öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Deməli, burada deyir ki, 2 qan dövranı var. 2 qan dövranı var qurbağada, itdə, kərtənkələdə, timsahda 2 qan dövranı var. Ürəyində bir mədəcik olur. Ürəyində bir mədəcik olan, deməli 2 kameral ürəyi olanlardadır, biri 3 kameral ürəyi olanlardadır. Məsələn, qurbağada ürəkdə bir mədəcik var, balıqda ürəkdə bir mədəcik var. Kərtənkələdə də ürəkdə bir mədəcik var. Ürəkdə 2 qulaqcıq var. Deməli, qurbağada 2 qulaqcıq var, itdə 2 qulaqcıq var, kərtənkələdə var, timsahda var. Ürəyində 2 mədəcik var. Ürəyində 2 mədəcik olan itdir və timsahdır. Sonra bu hissəyə baxaq. Deməli, öyrəndiklərinizi yoxlayın hissəsində. Deyir ki, qapalı və açıq qan dövranları arasında əsas fərqlər nədir? Deyir ki, qapalı qan damar sistemi olanlarda ürəkdən çıxan qan damarlarla hərəkət edir, sonra damarla ürəyə qayıdır. Amma açıq qan damar sistemi olanlarda ürəkdən damarla çıxır, bədən boşluğuna tökülür, ondan sonra yenidən ürəyə qayıdır. Fərq bundan ibarətdir. Verilmiş qan dövranı sxeminə əsasən düzgün fikirləri seçin. Bu deyir ki, məməlilərə aid qan dövran sistemidir. Bir rəqəm ilə qeyd olunmuş damar sağ aorta qövsüdür. Məməlilərdə sağ aorta qövsü olmur, ona görə deməli bu yanlışdır. 2 rəqəm ilə qeyd olunmuş damarla venoz qan axır. Burada görürük ki, elə göynəkdə göstərilir. Deməli burada venoz qan axır. Düzdür. 3 rəqəm ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyinə birləşir.
3 deməli rəqəm elə göstərir. Sağ mədəcikdə deyirik ki, oksigensiz qan olur. Sağ hissədə, ürəyin sağ hissəsində oksigensiz qan olur. Amma burada oksigenlə zəngin qan göstərilib. Demək ki, bu sağ hissə birləşmir. Bu yanlışdır. 4 rəqəmi ilə böyük qan dövranına aid damarlar qeyd olunmuşdur. 4 rəqəmin, hə, bu doğrudur. Bu doğru fikirdir. 4 oksigenlə zəngin qan deməli gəlir bədənə, bədəndən də karbon qazı ilə zəngin qan çıxır. Deməli bu doğrudur. 5 rəqəmi ilə kiçik qan dövranına aid damarlar qeyd olunmuşdur. Bu da doğrudur. Çünki görürük ki, karbon qazı ilə zəngin qan daxil olur, oksigenlə zəngin qan çıxır. Bu da doğrudur. 3-ə baxırıq, uyğunluğu müəyyən edin. Bir qan dövranı, 2 qan dövranına aid olanları müəyyənləşdirməliyik. Eylə-Venn diaqramına əsasən. Tənəffüs orqanında oksigenlə zənginləşən qan ürəyə qayıtmadan digər orqanlara daşınır. Bu, bir qan dövranı olanlardadır, yəni balıqlardadır. 4 qamalı ürəyə malik heyvanlarda olur, 2 qan dövranı. Onurğalı heyvanlarda rast gəlinir. Bu ikisinə də aiddir. Bir qan dövranı olanlar da var, 2 qan dövranı olanlar da var onurğalılarda. Məsələn, balıqlar bir qan dövranına malikdir. Suda qurda yaşayan, sürünən quş, məməli, bunlar 2 qan dövranına malikdir. 2 kameralı ürəyə malik heyvanlarda olur. 2 kameralı ürəyə malik heyvanlarda məsələn bir qan dövranı olur ki, balıqlara aiddir. Ürəyin mədəciyində tam arakəsmə olmayan heyvanlarda olur. Məsələn, sürünənlər, bunlarda ürəyin mədəciyində tam arakəsmə yoxdur. Bunlarda deyə bilər ki, 2 qan dövranı olur. İzah bu qədər şagirdlər. Əgər hansı hissə sizə qaranlıq qalsa, yorumlar hissədə yazın. Mən o hissəni yenidən sizə izah eləyərəm. Sağ olun.